Salam herkese. Testdə videonun açıqlama hissəsindən baxa bilərsiniz. Birinci sualda deyilir ki, hansı maddələr bu reaksiyaların məhsullarına aiddir? Birinci reaksiyamız NH4 xlorun parçalanmasıdır temperaturda. İkinci reaksiyamız isə nitrat turşusunun parçalanması. Biz bilirik ki, NH4 xlor parçalananda əmələ gəlir NH3 üstəgələk hidrogen xlor. Nitrat turşunun parçalanması isə NO2 üstəgələk su üstəgələk O2. Bu reaksiyalarımız əzbərdir. Bilirik ki, ammonium duzları parçalananda turşu və əmələ gəlir də ammoniyak iyonu. Nitrat turşunun parçalanması da belədir. Deməli, hansı maddələr əmələ gəldi? Reaksiyanın məhsulları ammoniyak, bu testimizdə olan. Testimizdə göstərilibdir NH3, N2, H2O, bir də O2, xlor 2. Hansılar var? Ammoniyak var, su var, bunlar var elə. Deməli, NH3 və H2O, başqa nə var? Bir də O2. NH3, H2O, O2 cavab deməli olacaq B variantı. 62-ci sualda soruşulur ki, hansı reaksiyadan mürəkkəb efir alınır? Mürəkkəb efir hansılarda alınırdı? Nəyin reaksiyasında alınırdı? Videonu saxlayın, özünüzə cavab verin. Ondan sonra davam eləyək. Cavabın tapdınızsa düzdür. Deməli, spirtlər və turşular arasında gedən reaksiyalar deməli, mürəkkəb efir əmələ gətirirdi. Fərq yoxdur, turşu qeyri-üzvü ola bilər, üzvü ola bilər. Bizdə soruşulur ki, hansı reaksiyadan mürəkkəb efir alınmır? Hansında alınmır? Hamısında bax, spirt reaksiyaya girib, etil spirti. Birincisində bax, oksigensili olmalıdır turşu. Birincisində hamısında turşu ilə reaksiyaya giribdir. Birincisi hidrogen xlorid turşusu, ikinci sulfat, üçüncüsü qarışqa turşusu, 4 nitrat turşusu, beşincisi də ki, hamımızın bildiyimiz sirkə turşusu. Deməli, burada bax, hamısı turşudur. Və bunu cavab bilməsəniz belə, məntiqlə düşünsəniz, spirt və hamısı eyni spirtdir, hamısı turşudur. Amma bir dənə fərqli turşudur. Nədir? Oksigensiz turşudur. Mürəkkəb efirin əmələ gəlməsi üçün bir tərəfimiz deməli spirtin qalığı və götürürdü ki, spirtdən spirt qalığı, digərində isə turşudan OH, spirtdən H götürülüb su çıxacaqdır və mürəkkəb efir əmələ gətirəcəkdir. Burada əmələ gətirməyəcək hansı oksigensiz turşu olan hidrogen xloridlə. Buradakı cavab A variantındadır. 63. Hansı tuzların hidrolisindən turş mühit yaranar? Hansı tuzların hidrolisindən turş mühit yaranar? Turş mühit hansında yaranırdı? Güclü turşu, zəif əsas hissə olmalıdır. Burada variantlardan birində D variantında NH4 2 NH4 bir də hansı var? Sink, nitrat, sink, NO3 2. Güclü turşudur. Güclü turşudur. Amma NH4 zəifdir, əsasi xassiyyəti olaraq sink təbii ki zəifdir. Yəni əsasi isə zəifdir. Turş mühitin yaranması üçün bizə əsasən turşu qələvi hissəsinin əsas hissəsinin zəif, turşu hissəsinin yəni hidroliz uğrayanda turşu hissəsi isə güclü olmalıdır. Bunlarda da bu variantda var. A variantında CH3CO natrium, bir də alüminium sulfat var. Alüminium sulfat uyğundur, amma CH3CO natrium uyğun deyil. Çünki natrium, naborat burada əsasi mühit olacaq. B variantında neytral mühit olacaq kalium sulfatın
kalium sulfatın hidrolizi. C variantında kalium ortofosfatdan kaliuma göre əsasi mühit olacaq, amma xrom xlorür düzdür, yəni turş mühit olacaqdır. Y variantında da TOJ əsasi mühit olur. 64-cü suala keçək. 64-cü sualda bərabər mollarda etilin, etan və asetilindən ibarət qarışığın kütləsi 42 qramdır. Yazırıq ki, hansılar verilib? Etilin C2H4, etan verilib C2H6, bir də C2H2 asetilin verilib. İbarət qarışığın kütləsi hamısı mollar bərabər bilmirik. N mol, N mol, N mol. Ayər neçə olacaq? 28N, 30N, 26N. Bu AE'lər. Bunların deyir ki, qarışığın kütləsi cəm 42 bərabərdir. Bunlar hamısı toplam 42 alınacaq. 42. Qarışıqda neçə qram asetilin olmuşdur? Əvvəlcə molunu tapaq, gəlin. Olacaq neçə? 58, 78, 84. 84 enimiz bərabərdir 42-yə. Enimiz isə 0,5. Deməli, molumuz 0,5 moldur. Asetilini soruşanda da 0,5'i biz vuracağıq nəyə? Asetilinin A elinə 26. O da eləyəcək cavab 13. Geçdik 65. Reaksiya sürətinin temperatur əmsalı verilib 2. Reaksiyanın 70 dərəcə Selsidə sürəti verilib 0,2 mol. Reaksiyanın sürətinin isə 3,2 mol verilibdir. Olması üçün bu reaksiyanın hansı temperaturda aparıldığını müəyyən edin. Sadəcə düsturdur yerinə qoyuruq, yazırıq. Temperatur əmsalı deməli nə verilib? Qammamız 2 verilibdir. Eləyəcək necə? 70 dərəcə Selsidə reaksiyanın sürətini tapmalıyıq. Təbii ki, düsturumuz hansıydı? V2 bölünmüş V1 bərabərdir. T2 çıx T1 zaman. Yerinə qoyuruq elə. Üç onda 2 böləcək 0,2'ye. O da bərabərdir 2 üstü. Ona da uyğun x çıxaq, yəni T2 çıxaq, yaza bilərik. Necə? 70 böl 10. Şöndə 16. 16 da necə deməkdir? 2 üstü 4. Bərabər 2 üstü x çıx 70 bölünmüş 10. O da x çıx 70'imiz bərabərdə olacaq 40'a. X də bərabər neçə? 110'a. 66. Benzolun homologunun molekulunda 16 hidrogen atomu olarsa, bu molekuldaki karbon atomlarının sayını hesaplayın. Benzolun homologunun molekulunda 16 hidrogen atomu olarsa, karbon atomlarının sayını hesaplayın. Benzol onların ümumi formunu necə ifadə eləyirdik? Düzdür. CN H2N çıx 6. Ne deyir? Homologun molekulunda 16 hidrogen atomu var. Yəni 2N çıx 6'mız bərabərdir 16'ya. 2N'imiz bərabərdir olacaq 22. N də bərabərdir 11. Karbon atomlarının sayını tapın. N 11 verilibdir. Yeterli oldu.
Burada da cevap olacaq Y variantı 11. Geçdik 67-ci. 15 kilogram karbamid almaq üçün neçə metr kubu CO2 tələb olunur? Məhsulun çıxımı 50% verilibdir. Karbamid almaq üçün neçə metr CO2-dən almalıyıq biz nə? CO NH2 2. 1 moldu tərkibində karbon, tərkibində 1 moldu. 15 kilogram karbamid almalıyıq biz. 15. Neçə metr kubu CO2 tələb olunur? X. Məhsulun çıxımı 50% verilib. 50% verildiyi üçün əvvəlcədən bunu 15 yox, 30 verim ki, mənə 30 lazım. Alım ki, mən əlimdə 15 qalsın. Çünki mənə məhsulun çıxımı verilib neçə faiz? 50%. Bunu da yazıb sonradan hesablaya bilərsiniz ki, faizini. Amma öncədən rahat olsun deyənə, onsuz da 50%-nə verilib deyənə bunu yazırıq 30. 1-ə 1 aldır görürük biz. Bəs neçəyə? Daha doğrusu kilogram burada 60'dır. 1 molsa 60 qram. Hansı həcmdə? 22.4 olan həcmdir. 22.4-də 60-dırsa neçəyə? 30-dur. O da əlbəttə olacaq yarısı qədər 11.2. Cavab C variantı. 68 CH3 NH2. CH3 NH2. Maddəsi hansı sinif birləşmələrə aiddir? Hansı sinifə aiddir? Deməli, NH2, NH3-dür. Amonyakdakı bir hidrogen əvəz olunub. Fikir verirsinizsə, bir hidrogen əvəz olunubdur. Üzvü birləşməklə alkanlardan, alkil radikalı ilə. O, bu da olacaqdır aminlərə. X-i müəyyən edin 69-da ikili spirt verilibdir. Ən uzun zəncirdə karbon atomlarının sayı 4 verilib. Birli karbon atomlarının sayını tapmalıyıq. İkili spirtimiz. İkili spirt nə deməkdir? C5H11OH. Bu OH hansı karbon? Deməli, ən uzun karbon, uzun zəncirdə karbon atomları bizə verilib 4. Gəl 4 dədəsini yazaq. İkili spirt olması üçün OH-ın birləşdiyi karbon deməli 2 dənə karbon atomundan birləşməlidir. Deməli bir dənəsində buradan yazsaq 5 dənə olacaqmı ümumi karbon atomumuz? Birli karbon atomların sayı. Birli nə idi? Bir dənə karbonla birləşdi. 1 2 və 3. Deməli, birli karbon atomlarının sayı da neçə olacaq? 3. 70-də oksidaşmə reduksiya reaksiyasını göstərin. Oksidaşmə reduksiyasının reaksiya nədir? Oksidaşmə dərəcəsinin dəyişilməsi ilə gedən reaksiyalardır. Oksidaşmə dərəcəsinin dəyişilməsi ilə reaksiyaya gedən birinci reaksiyamız 3NO2 üstəgələk su. Əmələ gəlib 2 mol HNO3 və NO. İkinci reaksiyamız NH4NO3 parçalanıbdır. N2O üstəgələk su. Üçüncü reaksiyamız isə natrium hidrokarbonat parçalanıbdır. Natrium 2CO3 üstəgələk CO2. Deməli, oksidaşmə dərəcəsi gəlib müsbət 4-dən neçəyə? Müsbət 2-yə. Dəyişilibmi oksidaşmə dərəcəsi? Burada da müsbət 5-imiz var hələ. Dəyişilibsə oksidaşmə dərəcəsi, deməli oksidaşmə dərəcəsi dəyişilibsə oksidaşmə reduksiya reaksiyasıdır. İkincisində müsbət 5 mənfi 3 burada nitratın. Çünki bu NH3 qalığını. Bu da HNO3-dəki kimi. Gəlib neçəyə? Müsbət 1-ə. Dəyişilibmi? Dəyişilibdir. Axırıncısına baxaq. Axırıncısında dəyişilən varmı? Yoxdur.
Karbon dəyişkən əsasən çox birləşmədə karbon 4 valentli olur. Müsbət 4 oksidləşmə dərəcəsini göstərir. Bir dənə hansında fərqlidir? CH4-də təbii ki fərqlidir. Mənfi oksidləşmə dərəcəsini göstərəcəkdir. Cavabımız olacaq birinci, ikinci reaksiya. Geçdik növbəti suala. 71-ci sual. Su buxarlandırıldıqdan sonra məhluldan natrium hidroksidinin molyar qatlılığını tapın. Qabdır. Qabın içində verilib nə qədər? 0,2 mol bölünmüş litr 500 millilitrdir. Millilitr suyumuz. 0,2 olacaq yazım derkən 0,2 mol bölünmüş litr qatlılıqdır. Mol böl litr qatlılığıdır. Natrium OH suda məhluludur. Bu 500 millilitr suyun 100 millilitr suyu buxarlanıb getdi. Buxarlanan sudur. 100 millilitr buxarlandı, uçdu, getdi. 100 millilitr. Bunu veriblər özləri. Şimdi bizdən soruşulur ki, su buxarlandıqdan sonra məhluldan natrium hidroksidin molyar qatlılığını hesablayın. Necə olacaq? Düsturumuz var bu. S1V1 bərabərdir S2 V2 çıxaq V1. Çünki dəyişili baxı. S1 V1'imiz nədir? 0,2 vurulmuş. Litrə çevirəkmi? 500'lü olsa hələ ki qalsın görək. 0,2 vurulmuş. 0,5 çevirək gəlin. Bərabərdir. Qatlılığı tapın deyil növbətində. S2 vurulmuş. V2 çıxaq. V1. Birincimiz 500 millilitr idi. 500 millilitrin 100 millilitri deməli buxarlandırdıq. Nə qədər qaldı bizdə? Suyun təbii ki bu 400 millilitri qaldı. Bu olacaq 400. Əslində bu düsturda V əvvəlki çıxaq buxarlanan olmalıdır. Burada olacaq 0,1 I S2 400 yəni 0,4. Bunu da çevirək. 0,4 0,4 S2'ye. S2'miz də bərabər olacaq 0,25'e. Katlamımız nə qədər olacaq? 0,25. 72. Molekulda atomların ümumi sayı rabitələrin ümumi sayına bərabər olan maddələri göstərir. Maddələri yazıram bir burada. Nə deyilir? Molekulda propen. Propenin formulu nədir? C3H6. Siklopropan C3H6. Propan C3H8 ve propin. Ne kadar olacak? C3H4. Deyir ki, molekulda atomlar ümumi sayı rabitələrin ümumi sayına bərabər olan. Neçə atom var? 9. Neçə atom? 9. Neçə atom var? 11. 7. Gəlin bunların rabitələri sayını hesablayaq. Açıb yazım sizin üçün. C3'də necə olacaq? 3 dənədirsə alken özdə propin C və hidrogenlərin sayı 1, 2, 3. Hidrogen, təbii ki hidrogenlər də öz sayı qədər rabitə əmələ gələcək. Neçə edəcək? 3 üstə gəl 6, 9. Burada da 9 olacaq. C3H6 siklopropanda belədir. Neçə? 1, 2, 3. Üstə gələk hidrogenin sayı 9. Bu da bərabərdir. Üçüncüsü alkanda propan. Hamısı açıqdır. Və 1, 2 və hidrogenlərin sayı 10 eləyəcək, bərabər deyil. Alkindi 1, 2, 3, 4 və hidrogenlərin sayı 8, bərabər deyil.
Deməli, cavab hansında oldu? Birinci və ikinci. 9, 9'du. Burada da 9, 9 olduğu üçün. Deməli, propen ve siklopropanda rabitələrin sayı molekulda olan atomların ümumi sayına bərabərdir. 73-cüsü. Hansı reaksiyanın məhsulu doğrudur? A variantında gümüş oksigenlə reaksiyası yazıb. Gümüş oksigenlə bir reaksiya getmir. B variantında yazılıbdır. Natrium oksigenlə reaksiyası yazılıbdır. Natrium 2O əmələ gətirib, superoksit əmələ gətirildi. D variantında magnezyum oksigenlə reaksiya gedəndə yazıblar ki, magnezyum O2, magnezyum O2 yazıblar əmələ gəlməsi. Belə bir birləşmə yoxdur. Çünki oksigen 2 valent, magnezyum da 2 valent olduğu üçün birləşmə magnezyum oksit ola bilər. Ancaq fosfatomun bu da səhvdir. C variantına baxsaq, kalium üstəgəl O2 superoksit əmələ gəlir. Yəni kalium O2 əmələ gəlir. Fosfatomun bu da səhvdir. Y variantında isə litiumun oksigenlə reaksiyası litium oksit əmələ gətirir. Ona görə bu Y variantı doğru olacaqdır. 74-cüsü. X iyonundakı elektronların sayı izotopundakı neytronların sayından klor 17-37 izotopundaki neytronların sayından 2 vahid azdır. X elementinin kısa elektron formunu müəyyən edin. Ne deyir? X mənfidəki iyondaki elektron sayı klor 17-37'də ki izotopun neytron sayından. Neytron sayı neçədir? 20. Neytron sayından 2 vahid azdır. Neyi? Elektron sayısı. 18 eləyəcək. 2 vahid azsa. Deyir ki, X elementinin kısa elektron formunu tapın. Bəzi tələbələrimiz 18'i tapan kimi götürüb 18'ini bölüb yazırlar. Amma bizdə X elementinin kısa elektron formunu hesablayanda proton sayına göre tapılır. Ona göre biz bunun protonu tapacağıq. 17 eləyəcək. 17'de de biz bilirik nədir? 3s2 3p5. Bu da cevap D variantında. 75. Hansı reaksiyalar zamanı istilik ayrılır? Azot monoksitin parçalanması. NO'nun parçalanması zamanı. Azotla hidrogenin reaksiyası. Azotla oksigenin reaksiyası əhəng daşının parçalanması. Biz bilirik ki, bütün birleşme reaksiyaları zamanı istilik ayrılır. Bütün birleşme ve yanma reaksiyaları zamanı istilik ayrılır. Eksotermik reaksiyadır. Ancak NO'nun birleşmesi endotermiktir, parçalanması eksotermiktir. Ortadan biz NO'nun parçalanması, azot monoksitin parçalanmasını götürecek istilik ayrılmaya. Bir de azotla hidrogenin reaksiyası, azotla oksigenin reaksiyası dedik ki birleşme reaksiyası N2 üstəgələ O2 N2O dedik NO. Biz dedik ki bir dənə azot monoksitin yəni əmələ gəlməsi reaksiyası endotermikdir. Ona göre bu endotermik olacaq, istilik udulacaq. Bir de əhəng daşının parçalanması, bu da ki parçalanma reaksiyalarda istilik udulur. Yəni o əmələ gələn rabitələri qırmaq üçün kənardan enerji lazımdır. Öz-özünü durmuş yerdə qırıla bilməz. Enerji verməliyik ki ona, o qırılsın. Onda cevabımız ne olacak? Birinci, ikinci variantlar. Azotla hidrogen reaksiyası birleşme reaksiyasıdır. Birleşme reaksiyaları dedik ki istiliğin ayrılması ile gelir. Azot monoksitin parçalanması da dedik ki nedir? Parçalanma reaksiyası da istiliğin ayrılması ile giden eksotermik reaksiyadır. Geçtik 76. Bir tam %12 litre azotda neçə molekul var? 22.4 litrede molekul olarak 6 tam %2 vurulmuş 10^23 var. 22.4'te 6 tam %2 vurulmuş 10^23 var. Bəs 1.2'de neçə molekul var? X. Yarısı gedər. O derece 3 tam %1 vurulmuş 10^22 verilir, dikkat edin. Cevap olacak B variantı. 77. sual. Bu reaksiyalardan hansı üzvü maddeler alınır?
Veriblər. Necə? Mərkəzdə veriblər bizə CH3, COOH. Natriumla reaksiyası plus natrium. Plus natrium OH plus klor 2 katalizator. Hansı üzvü maddələr alınır? Natriumla reaksiya gedəndə nə alınacaqdır? Dəyişmə reaksiyası ilə gedirdi. CH3, COO natrium, üstəgələk H2. Bunda yenə su ayrılacaq, üstəgələk belə eləyək də əksinə yazanda. Natrium, OO, H3C. Yəni eyni maddə əmələ gəlir. Prosto gələvi deyənə, gələvinin OH-ı, bunun da H-ı bir yerdə birləşib su ayrılacaqdır. Xlorla da əvəz etmə reaksiyasına daxil olacaq. Aldehid qrupundakı karbon atomu yox, turşu qavında daha doğrusu karbon atomu ilə yox, ondan sonraki alfa vəziyyətində olanla dəyişəcək. Yəni alınacaq CH2, xlor, COOH, üstə gələk hidrogen xlor. Yəni bu hidrogenlə bu xlorun elə bir belədir. Xlor bir dənəsi bu hidrogenlə birləşir. Hidrogen xlor əmələ gəlir, digərisi həmən hidrogenin yerinə keçir. Yəni əvəz olunur. Keçdik nəyə? 78-ci suala. Sualda deyilir ki, 3,6 qramda 3 karbon atom olan alkanı CnH2n plus 2'dir. Məsələn şərtində verilib 3,6 qramda 3 qram karbon var. Bu ümumi 3,6 veriblər elə bir. Normalda neçədir ümumi? 14n plus 2. Neçə karbon var? 12n. 14n plus 2'də 12 karbon varsa, yani 3,6'da 3 karbonsa 14n plus 2'de 12n daha doğrusu olacak. 12n. Yazaq. Həll edək. 3'ü 42n üstə gələk 6. 12'ni də 3,6'ya gəlin vuraq. 3,6, 12, 6'nı 1'ə 6, bu deyəcək 7, 3, 2, 6, 3. Neçə eləyəcək? 2, 13, düz oranmıyor, gələn 7, 3, 2, 6, sol. Tak, elədi, şeylə eləyəndə də 3,6'da vurmuşuz da 43,2n. Çıxanda neçə eləcək? 6 bərabərdir 1,2n-ə, n də bərabərdir neçəyə? 5'ə. Deməli, bizim formumuz olacaq C5H12. Keçdik 79-cu suala. Artıq miqdarda xlorid turşusu ilə reaksiyasından alınan hidrogenin həcmini müəyyən edin. Gəlin birinci reaksiyaları yazaq. Alüminium hidrogen xlorla reaksiya girəndə əmələ gəlir alüminium xlor 3 üstə gələk H2. Gəlin bərabərləşdirək. Bura 2 yazsaq 2 6 3H2. İkinci reaksiyamız dəmirin hidrogen xloridlə yaz. Hidrogen xloridlə reaksiyası olacaq feryum xlor 2 üstə gələk H2. Feryum hidrogen xloridlə ekvivalentli duz əmələ gətirir. Üçüncüsü sinkin hidrogen xloridlə reaksiyası üstə gələk 2 mol hidrogen xlorid olacaq. O da sink xlor 2 üstə gələk H2.
H2. Tak. Nə deyirlər? Artıq miqdarda xlorid turşu ilə reaksiyasından alınan hidrogeni. Xlorid turşunu artıq veriblər. Hamısı da 1 mol veriblər. Alınan hidrogen həcmini müəyyən edin. 2 moldan hidrogen 67,2 alınırsa, 2 moldan 2'ye 67,2 alınırsa 1 verilib. 1'e de ne alınacaq? 1'e de alınacaq neçə? 33,6. 1'e 1 alınıbsa yine 1'e 1'dir. 22,4 alacaq. 1'e 1 al yine eyni şeydir. 22,4 alınacaq. Çünkü bize 1 mol için soruşulur. Cevap da olacaq A variantı. 80. sual. Maddeler verilib. X, Y, Z. Molekulunda olan atomların sayı da verilibdir. İndi biz tapmalı reaksiyan veriblər. Hansı maddeler natrium hidroksidin suda məhlulu ilə reaksiyasına daxil olar. Biz yəni X, Y, Z-i tapmalıyıq. Atom sayılarına göre ki hansı elementi. Birinci reaksiyada ümumi tapaq hansılardır? Orta qüvvətli nitratlar parçalananda NO3. Biz bilirik ne əmələ gətirirlər? Oksidi, metal oksidi, alüminyum 2, O3, NO2 ve O2. NO2 bir de O2 əmələ gətirirlər. Molekulunda olan atomların sayı. Neçə atom var? 5. Neçə atom var? 3. Neçə atom var? 2. Tak, onda X bize X veriblər. X'e veriblər 3. Y'e veriblər 2. Z'e veriblər 5. Gəlin tapaq. 3 hansında var? X buna yazaq. NO2 oldu. Z 5 oldusa alüminyum 2 O3'dür. Y'da 2 veriblər. Bu belə. Hansı maddeler natrium OH'ın suda məhlulu ilə reaksiyaya daxil olar? Təbii ki, natrium OH gələvi olduğu üçün gələvilərlə hansılar daxil olur? Amfoterlər və turşu oksidləri. Вот потом X götürəcək A. Amfoter oksid olduğu üçün həm turşular, həm də əsaslarına reaksiya gedir. Bu da turşu oksidi. Təbii ki, turşu oksidlərinə əsaslar reaksiyaya daxil olur. Hansı halda oksidlərin təsnifatı doğrudur? Oksidlər hansılardır? Magnezyum oksid verilir. Magnezyum oksid hansı oksiddir? Əsasi oksiddir. NO2 nə oksidir? Turşu oksidi. Berilyum oksid isə nə olacaq? Amfoter oksid olacaq. 82-ci. Uyğunluğu müəyyən edin. Almaz grafit veriblər. Aşağıdan da variantlar veriblər ki, hansına aiddir. Birinci, karbon atomları sp2 hibridləşmə halındadır. Hansında sp2 hibridləşməlidir? Grafitdə. Elektrik cəryan keçirmir. Almaz keçirmir. Amma grafit neyədir? Keçirirdir. Zəif metal parıltısına da malikdir. Hansıdır? Zəif metal grafitdir. Zəif metal parıltısına malik olan. Karbon atomların sp3 hibridləşmə halındadır. sp3 hibridləşmə hansındadır? Almazda. Karbon atomlar sp hibridləşmə halıdır. Deyil, bu karbində vardır. Tak, onda cevabımız olacaq nə? A'ya olacaq. A'ya, daha doğrusu 1'e olacaq. B, D. 2'ye de olacaq. Grafitə olacaq. A ilə C. Cevap olacaq B variantı. 83-cüsü. Y-in nisbi atom kütləsini müəyyən edin. Veriblər belə asan bir şeydir bu. Y-in mol sayı, Y mol yazın belə. 0,1 veriblər burada. 0,1. Kütlə də burada düşüblər neçəyə? 11,1'ə. Veriblər hansı maddə? Y2S5. Kütlədir. M-lə veriblər, yəni kütlə. Tak, veriblər ki, Y-in nisbi atom kütləsini müəyyən edin deyir. 0,1'ə 11,1 ise 1'e de 111 olacaq. Y2S5'in tapaq M-in 2Y üstə gələk 5 vur 32'dən neçə edəcək? 160. Bərabərdir 5 160. Burada
Bir şey değil. Hə, bu ml-imizdir. Bir şey değil. Gətirir. Buraya y-ın mol sayı. Y-ın mol sayı 0.1-də 11.1-dir. Bəs y-ın mol sayı 2 olan hal üçün neçədir? 222. 222. Bunu ona göre burada 222'ye beraber edecek. 2 y-ımız beraberdir. Bu da eləyəcək 40, o da 22. Neçə eləyəcək? 62. Y-ımız da beraber 31 olacaq. 5. 84. X hansı metallar ola bilər? Duru sulfat turuşuna reaksiya edib hidrogen çıxardanlar təbii ki aktivlik sırasında hidrogenə qədər olan metallar olacaq. Hidrogenə qədər olan metallar olmayan metal, yəni çıxardır, o birisilər çıxartmır. Bizə çıxartmayan lazımdır. Hidrogendən sonra yerləşənlər. Mis hidrogendən sonra yerləşir, sink əvvəl yerləşir, çıxardır, dəmir əvvəl yerləşir, çıxardır. Alüminium bizə X metallar ola bilər soruşur. Bizdə ola biləcək 1 getdi, 2, 3, 4 civə də sonra yerləşir, çıxartmır. 2, 3, 4 sink, dəmir, alüminium reaksiya gedir duru sulfat turuşuna, hidrogeni çıxardır. 85. Sink lövhəni qurğuşun 2 nitrat məhluluna saldıqda onun kütləsi 28.4 qram artmışdır. Sink. Deməli, sinki salıblar hansına? Qurğuşun NO3 2 saldıqda kütləsi artıbdır. Təbii ki, aktivlik sırasında şeydə yerləşdiyi üçün çıxaracağız sink NO3 2 üstə gələ qurğuşu. Sink lövhənin qurğuşun 2 məhluluna saldıqda onun kütləsi 28.4 qram artmışdır. 28.4 bax, nəyin kütləsi artıbdır? Sink lövhəni qurğuşun 2 nitrat məhluluna saldıqda onun kütləsi, yəni sinkin kütləsi artıb 28.4. Bu sinkin artan kütləsidir. Bu zaman neçə qram sink reaksiya girilmişdir? 65 qram sink reaksiya girəndə neçə qram artıbdır? Deməli, əslində bu, yəni 65 idi. 65-dən qurğuşun neçə 207. Arasında nə qədər fərq var? Nə qədər artıb deməkdir? Yerinə keçirdi. Bunun yerinə keçibdir. Altı çıxanda da 142. Deməli 142 artıbdır. 65 reaksiya girəndə 142 artıbdır. Bəs 28.4 neçədə artıbdır? Bunu da tapmaq üçün x də bərabərdir 142 vur 28.4 bölünmüş 65. Bu da eləyəcək neçə? Düz ordunda. Şurada 28.4'e vururuq, 65'e bölürük. Yok, burada ise x'in vurmalar da düz gelmir. X'in x reaksiya girəndə də 28.4 artıbdır. Bu da eləyəcək 65 vurulmuş 28.4 bölünmüş 142. Bu da reaksiya ixtisar gedəndə 2, bu da olacaq, daha doğrusu 0.2, bu da eləyəcək 13. Deməli, bu zaman neçə qram sink reaksiya daxil olmuşdur? 13 qram. 86. Metal verilib, natrium, kalsiyum, hərəsinin mol sayı 2 mol verilib. Su ilə tam reaksiyasına əmələ gələn hidrogenin mol sayını hesablayın. Sadəcə reaksiyadır burada. Nə su ilə tam reaksiyası? Natrium üstə gələk su. Natrium
OH üstəgəl H2. Gələm salaşdaq bərabər nəzərə almalıyıq. 2 yazsaq, 2 yazsaq, 2 yazsaq, hidrogen də olacaq 4 bərabərdir. Kalsiyum üstəgələk H2O. Kalsiyum OH2 üstəgələk H2. 4 bir dənə buraya yazanda kifayətdir. İndi bizə onsuz da mol sayıları metalların 2 mol natrium reaksiya girəndə su ilə reaksiyasından əmələ gələn hidrogenin mol sayıdır. 2 mol reaksiya girib 1 əmələ gəlib. Burada 2 mol reaksiya girəndə 1 mol reaksiya girəndə 1 əmələ gəlibsə 2-dən də 2 əmələ gələcək. Cəm neçə edəcək? 2 üstəgəl 1 bərabərdir 3. Bizə cəmi soruşur. Orada 3 mol. 87. Aqreqat halları verilibdir. X, Y, Z maddələrdə həmən maddələr onlara uyğun olaraq X bərk, Y maye, Z isə yenə maye verib. Polimer əmələ gətirməsi. X və Z əmələ gətirir, Y əmələ gətirmir. Hansılar polimer əmələ gətirirdi? Deməli, tərkibində tək qat rabitə olmayan, daha doğrusu olmayan deyəndə çox qat rabitə varsa əgər, deməli, bu nədir? Polimer əmələ gətirir. Deməli, onda X, Y, Z-ə hansı uyğun olacaq? Benzol, veriblər A variantında benzol, glukoza, izopren, vinil, heksan. Bilirik ki, biz və maye və qaz halında olmalarına diqqət edək. İndi bir-bir baxaq. Yəni, bunların bir aqreqat hallarını deyək. Benzol hansı aqreqat halındadır? Benzollar benzol adi şəraitdə deməli, rəngsizdir, suda pis həll olan, özünə məxsus iyi olan mayelərdir. Biz bilirik ki, onlar aromatik iyi var. Yəni, özünə məxsus iyiləri var. Polimer əmələ gətirirmi? Polimer əmələ gətirmir. Alkanlardır, sikloalkanlardır, tololdur, benzoldur və tərkibində poli olan sözlər, deməli, poli sözü olan birləşmələr polimer əmələ gətirmir. Çünki bunlarda çox qat rabitə yoxdur. Ona görə, deməli, maye halda olur, polimer əmələ gətirmirsə, Y-qa benzol aid edə bilərik. Glikoza. Glikoza, deməli, aqreqat halı bərk haldadır. Əmələ gətirirmi? Bunlar, təbii ki, polikondensləşmə reaksiyasında əmələ gətirəcəkdir. Ona görə glukoza deməli bərk haldadır, polimer əmələ gətirir, X-ə aiddir. İzopren maye haldadır, divinilə qədər divinil daxil. Onlar deməli, bu dediyim bir üç. Bunlar deməli hansı haldadır? O qazdır, amma izopren maye haldadır və polimer 2 qat rabitə olduğu üçün təbii ki, əmələ gətirəcəkdir. Ona görə maye halda olub, polimer əmələ gətirən Z-dir, Z-ə aiddir. Divinil qaz halındadır, bizdə qaz halında olan maddə verilməyib deyənə, bu heç birisinə aid deyil. Heksan, heksan maye haldadır. 5-dən 15-ə qədər maye haldadır. Heksan da 6 olduğu üçün maye haldadır və polimer əmələ gətirmir. Bu da Y-qa aid olacaq. Keçdik açıq suallara. Sınaq şüşəsində mis qırıntıları üzərinə qatı X turşusu məhlulu əlavə edilibdir. Sınaq şüşəsində mis qırıntıları üzərinə qatı X turşusu məhlulu əlavə edilib. Qaz aparan boru ilə təchiz edilir. Qaz aparan borunun ucu içərisində soyuq su olan qaba daxil edilir. Sınaq şüşəsini qızdıran zaman baş verən reaksiya birinci reaksiya nəticəsində əmələ gələn qonur rəngli Y qazı qaz aparan boru ilə soyuq su olan qaba keçir. Orada X və Z turşuların qarışığına çevrilir. Bu da ikinci reaksiyamızdır. Birincisi deyilir ki X turşudur. Turşusu nə ilə reaksiya, deməli turşu hansı ilə deməli mislə reaksiya girib NO2 əmələ gətirir deyir. Hansı turşular deməli şeylə girib NO2 əmələ gətirir? Təbii ki H2O3 turşusu elə NO2 əmələ gətirir mislə gedən qatı özdə. Misin üstünə gəldik NO3 əmələ gətirdi nə? Mis nitrat NO2 bir də su əmələ gətirdi. İndi bizə bu bizim neçənci qaz aparan soyuq su olan qaba daxildir. Sınaq şüşəsi qızdıran zaman baş verən reaksiya nəticəsində əmələ gələn qonur
rəngli Y qazı. Deməli, birinci reaksiyasını tapdıq biz. Nitrat turşunun mislə reaksiyası. Yazaq. İhtiyacımız olar. Baxaq görək. Mis üstə gələk HNO3 əmələ gələcək mis NO3 2 üstə gəl NO2 üstə gələk su. İkinci reaksiya isə NO2 necə əmələ gələn qonu rəngli Y qazı, yəni Y qazımız da bu X-imizdir. Y qazımız da NO2'dir. Bu Y alındı. NO2 soyuq su olan qaba keçir. Neçəsinə əmələ gələn qonu rəngli Y qazı qaz aparan boru ilə soyuq deməli su olan qaba keçir. Orada X və Z turşuların qarşılığına keçir. Yəni əmələ gəlir bir dənə HNO3. Bu X-imizdir. Bir dənə nə əmələ gələcəkdir? HNO3. Deməli bu bilirdik ki 2 turşu əmələ gətirir. HNO2 turşularına qarşılığına çevrilir. Bu da ikinci reaksiyamız. Bu birinci reaksiya, bu ikinci reaksiyamız. Deyir ki, indi 88-ci sualda. Z maddənin formulunu tapın. Z hansıydı? Z qarşılığına çevrilirdi. Deməli bu Z idi. Bu Y idi demişdik. Formulunu tapın və birinci reaksiya zamanı əmələ gələn duzun adını yazın. Mis 2 nitrat dəyişkən olduğu üçün mis 2 nitrat. Yəni və nədir? Y qazımızı da bildik ki, nədir? Z maddəsini də bildik ki, HNO2-dir. 89-da deyilir. Cavab vərəqəsində verilən cədvəldə birinci reaksiyaya aid soruşulan məlumatları yazın. Bu orada nə soruşulub odur. 90-cısı 4,48 litr Y qazının 4,48 budur. 4,48 litr Y qazının soyuq su ilə reaksiyası zamanı əmələ gələn Z maddəsinin mol sayını. Bunu tapaq X. Gəlin sağ sol tərəfini bərabərləşdirək. Bu 2 mol olanda HH2'dir, oksigen 4,5 düzdür. Bizə normalda da 44,8'dir. 44,8 reaksiyaya girəndə 1 mol əmələ gəlirsə, 4,48'də də 0,1 mol əmələ gələcək. Deməli, Z-imiz 0,1 əmələ gəlir mol sayı. Və reaksiyasında sərf olan suyun kütləsini qramla hesablayın. 44,8'də 18 sərf olunursa, 4,48'də də bir yazaq da A da bərabər 1,8 qram sərf olunacaqdır. Bu da bizim hansı testimiz? Qəbul testimiz. 2022-ci ilin deməli ikinci cəhdi idi. 4.04.06.2022-ci ildə verilmiş qəbul testimizdir. Hər kəsə uğurlar.